Salam dostlar. Bugün sizinle təbiət iş dəftəri 5-ci sinif 1-ci hissə səhifə 20, 21, 22, 23 və 24-ü işləyəcəyik. Gəlin başlayaq. İş vərəqi 1 qruplara ayıraq. Sual 1. Aşağıda verilmiş canlıları 2 qrupa ayırın. Nümunə olaraq bu canlılardan 3'ü qruplara yerləşdirilmişdir. Qrup 1 AF, qrup 2 D. Deməli, AF-də bizə bayquş və yarasa şəkli verilib. Qrup 2-də isə D variantı verilib. D variantı da kərtənkələdir. Canlıları bu qrupa ayırmaq üçün onların hansı xüsusiyyətləri nəzərə alınmışdır? Qrup 2-də uçan canlılar nəzərə alınmışdır. Uçan quşlar da yaza bilərik. Nə üçün uçan quşlar yazırıq və nə üçün yarasan şəklini qoymayıb? Çünki biz bilirik ki, yarasan məməlidir, quş deyil. Ona görə də qrup 1-ə uçan quşlar yazaq. Qrup 2-yə isə D variantında kərtənkələnin biz sürünən olduğunu dərsimizdə də keçmişdik. Qrup 2-yə də sürünənlər adını verə bilərik. B variantı həmin canlıları başqa hansı şəkildə qruplara ayırmaq olar? Bu zaman onların hansı ümumi əlamətləri diqqətə alına bilər? Biz həmçinin bu şəkillərdə verilmiş canlıları onurğalılar və onurğasızlar olmaqla 2 qrupa ayıra bilərik. Onurğalılara A variantı bayquş, C variantı fil, D variantı kərtənkələ, Y variantı yarasan nümunə götürə bilərik. Onurğasızlara da B variantı soxulcan və F variantı köpənəyi nümunə götürə bilərik. Gəlin indi bunları yazaq. Bu şəkildə yazacaq. İndi gəlin növbəti səhifəyə keçək. İş vərəqi 2 təyinləyici açar. Sual 1. Təyinləyici açardan istifadə edərək uyğunluğu müəyyən edin və heyvan adlarını müvafiq boşluqlara yazın. Gəlin ilbizdən başlayaq. İlbizin qanadları varmı? Xeyr. Tük örtüyü varmı? Xeyr. Çanağı varmı? Bəli. Deməli, ilbiz gedir D variantına. Sonra kərtənkələ. Qanadları varmı? Xeyr. Tük örtüyü varmı? Xeyr. Çanağı varmı? Xeyr. Sonra çanağı varmı? Xeyr. Üzgəclər varmı? Xeyr. Deməli, F kərtənkələdir. Vax. Qanadları varmı? Bəli. Lələkləri varmı? Bəli. Vax A variantına gedir. Kəpənək qanadları varmı? Bəli. Lələkləri varmı? Xeyr. Kəpənək B variantına gedir. B1 qanadları varmı? Xeyr. Tük örtüyü varmı? Bəli. C variantına gedir. Qızıl balıq qanadları varmı? Xeyr. Tük örtüyü varmı? Xeyr. Çanağı varmı? Xeyr. Üzgəcləri varmı? Bəli. Deməli, balıq da Y variantına qoyacaq. Qızıl balığı. İndi gəlin yazaq. Bu şəkildə yazacaq. Gəlin indi növbəti səhifəyə keçək. Səhifə 22. Verilmiş suallardan istifadə edərək diaqramı tamamlayın. Deməli, bizə suallar verilib. Ağciyər vasitəsilə tənəffüs edirmi? Leləkləri varmı? Pulcuqları varmı? Onurğa sütunu varmı? Və biz burada verilən məlumatlara əsasən həmin bu suallarımızı düzgün yerləşdirməliyik. Gəlin baxaq. Qanadları varmı? Xeyr. Elə sual qoymalıyıq ki, cavabı xeyr olanda həşaratlar olsun. Bura onurğa sütunu varmı sualını qoya bilərik. Çünki biz bilirik ki, həşaratların onurğa sütunu yoxdur. Ondan sonra onurğa sütunu varmı? Bəli. Soyuqqanlıdırmı? Xeyr. Yuxarıda quş verilib və elə sual qoymalıyıq ki, bəli olsun. Bəli olsun və cavab quş olsun. Quşların nəyi var? Lələkləri var. Ona görə yazacaq lələkləri varmı? Çünki quşların həm onurğa sütunu var, soyuqqanlıdır və lələkləri də var. Məməlilərin də lələkləri olmadığı üçün doğru sualımız elə lələkləri varmı olacaq. Sonra soyuqqanlıdırmı? Bəli. Pulcuqları var. Sualını qoyacaq. Çünki biz bilirik ki, suda quruda yaşayan heyvanların pulcuqları olmur. Bəli. Burada da elə sual qoyacaq ki, sualımız balıqlara aid olmayacaq, sürünənlərə aid olacaq. Ağciyər vasitəsilə tənəffüs edirmi? Xeyr, balıqlar. Balıqlar qəlsimə vasitəsilə tənəffüs edir. Bəli, sürünənlər. Gəlin indi yazaq. Deməli, bu şəkildə yazacaq. İndi keçək növbəti səhifəmizə. Mövzu 10. Heyvanları necə qruplaşdırırıq? İş vərəqi 1. Onurğaların xüsusiyyətləri.
Sual 1. Onurğalıların xüsusiyyətlərini təsvir etmək üçün cədvəli doldurun. Daha çox məlumat əldə etmək üçün müxtəlif resurslardan dərslik, oxum materialları, internet və s. istifadə edə bilərsiniz. Bədən örtüyü bu qrupa aid olan heyvanlar hansı bədən örtüyünə malikdir? Məsələn, pulcuqludur. Deməli, gəlin baxaq. Quşlarda bədən örtüyü lələkdir, balıqlarda pulcuqdur, məməlilərdə tük və ya xəz, sürünənlərdə pulcuq, amfibilərdə nəm dəri. Sonra qan. Bu qrupa aid olan heyvanlar istiqanlıdır, yoxsa soyuqqanlı? Quşlar istiqanlı, balıqlar soyuqqanlı, məməlilər istiqanlı, sürünənlər soyuqqanlı, amfibilər soyuqqanlı. Sonra baxaq tənəffüs. Bu qrupa aid olan heyvanlar ağciyərlər yoxsa qəlsəmələr vasitəsilə tənəffüs edir. Quşlar ağciyərləri ilə, balıqlar qəlsəmə, məməlilər ağciyər, sürünən ağciyər, amfibilər isə dəri və ya ağciyərləri vasitəsilə tənəffüs edir. Çoxalma yumurta qoymaqla çoxalır, yoxsa diri bala doğmaqla çoxalır. Quşlar yumurta ilə, balıqlar çürü ilə, məməlilər diri bala, sürünənlər yumurta, amfibilər isə çürü qoymaqla çoxalır. Süd. Balalar ana südü ilə qidalanırmı? Ancaq məməlilərdə balalar ana südü ilə qidalanır. Sonra onurğa. Bu qrupa aid heyvanların onurğası olan sümük skeleti varmı? Quşların var, balıqların var, məməlilərin var, sürünənlərin var, amfibilərində var. Sonra nümunələr. Bu qrupa aid olan 3 canlının adını yazın. Quşlara, məsələn, mən hərəsinə aid sizə bir nümunə yazacağım. Digər nümunələrdə siz özünüz düşünərək yaza bilərsiniz. Məsələn, quşlara tutuquşun nümunə götürə bilərik. Balıqlara qızıl balığı, məməlilərə inəyi, sürünənləri kərtənkələni və amfibilərdə qurbağanı nümunə götürə bilərik. Bu şəkildə yazırıq. İndi isə gəlin iş vərəqi 2 düzgün şəkildə qruplaşdırağa baxaq. Sual 1. Leyla bu canlıları parkda gördü. Qara toyuq, sərçə, ilbiz, pişik, tırtıl, insan. Leyla gördüyü canlıları müxtəlif cür qruplaşdırır. Onun hazırladığı bir neçə qrup aşağıda verilmişdir. A. Qanadları var. B. Qanadları yoxdur. C. Onurğası var. D. Onurğası yoxdur. Y variantı balasını südlə qidalandırır. F balasını südlə qidalandırmır. Bu suallara cavab vermək üçün sadəcə yuxarıda göstərilmiş canlılardan istifadə edin. A variantı. A qrupuna aid edilə bilən hansı iki canlını qeyd etmək olar? Adlarını boşluqlara yazın. A variantında yazılıb ki, qanadları var. Qanadları olanlara qara toyuğu və sərçəni nümunə götürə bilərik. B variantı. D qrupuna aid edilə bilən hansı iki canlını qeyd etmək olar? D variantında onurğası olmayanları yazmaq lazımdır. Onurğası olmayanları yazmamızı deyir. Deməli, onurğası olmayanları biz tırtılı və ilbici nümunə götürə bilərik. Yetkin yaşlı insan qruplardan hansılara aid edilə bilər? Dairəyə alın. Deməli, biz burada götürə bilərik qanadları yoxdur B variantı. Sonra onurğası var C variantı və balasını südlə qidalandırır Y variantını yaza bilərik. İndi gəlin bunları yazaq. Bu şəkildə yazırıq. Bu günlük dərsimiz bu qədər. Növbəti səhifələrdə gələn dərslərdə baxacağıq. Sağ olun, görüşənədək.